ideyası əslində bizə 2017-ci illər təsadüf edir. Hansı ki, o vaxtlar biz komanda yoldaşlarımızla ilk dəfə Game Jam hackathon keçirirdi Azərbaycanda. Biz o yarışa qatılmışdıq və orada biz düşündük ki, necə bir oyun düzəldək. Özümüz də tələbə idik, daha çox metoddan istifadə edirdik və mən belə fikir atdım ki, ortaya biz metodda keçən bir oyun düzəltsək necə olardı? Komanda bəyəndi, hamımız bəyəndik, amma bizim təcrübəmiz ona imkan vermədi ki, biz onu düzəldək və biz məcbur olduq ki, kiçik oyunlar düzəldək və öz təcrübəmizi artıraq. Delastation oyunu əslində bir gənc tələbənin Bakı metrosunda, düzdür, son dövrlər azalıbdır sıxlıq, amma əvvəllər sıxlıq çox idi və bundan bezibdir tələbə. Bir arzulayır ki, bir gün boşluq olsun, rahat qatara minə bilsin, qatarı qaçırmasın və o gün gəlir. Həmin gün isə fərqli bir vəziyyətdə gəlir və bu gün təsadüf etdiyi il 2020-ci ilin mart ayında olur, hansı ki, o vaxtlar biz Azərbaycanda koronavirus gəlmişdi. Və biz orada biraz da düşündürməyə çalışırıq ki, koronavirus əvəzində başqa virus olsaydı, yəni bu tip virus olsaydı, necə olardı? Ümumiyyətlə, oyunumuz App Store-da bir neçə həftə ərzində birinci yerdə olub. Bu da onu göstərir ki, qorxu janrına, ümumiyyətlə metro janrına dünyada və bizim ölkəmizdə böyük maraq var. Bundan əvvəlki oyunumuz Huligan oyunuydu, bunun ilk çıxartdığımız oyunuydu. Əslində qalsa biz o oyunda çox təcrübələr əldə elədik. Misal üçün, oyun düzəltmək bir 3D model düzəltməyə bənzəmir. Burada hər bir detalı diqqətlə yığmaq lazımdır ki, oyunun telefonlara güc salmasın. Gələcək planlarımız daha qlobala yönümlü bir oyunlar düzəltməkdir. Nəinki Azərbaycanda, hətta dünyadakı bütün insanlara maraqlı gələ biləcək və onların da oynaya biləcəyi bir oyun ekosistemi yaratmaqdır məqsədimiz. Bizi bura dəvət elədiyi və layihəmizi işıqlandırdığı üçün İREyə təşəkkürümüzü bildiririk.